Salam əziz şagirdlər. Növbəti video dərsimiz çoxüzlülərə aid olacaq. Çoxüzlü nədir? Bütün səthləri ixtiyari çoxbucaqlılardan ibarət olan fəza fiqurudur. Çoxüzlülərdə biz iki dənə fiqurdan danışacağıq. Biri prizma, biri də piramida. Başlayaq prizmadan. Prizma nədir? Oturacaqları bərabər çoxbucaqlılar yan üzləri paraleloqram olan fəza fiquruna, yəni çoxüzlüyə prizma deyilir. Prizmanı adlandırarkən oturacağındakı çoxbucaqlıya görə adlandırırıq. Məsələn, tutalım. Bu prizma dörtbucaqlı prizmadır. Oturacağındakı fiqur dörtbucaqlı olduğu üçün dörtbucaqlı prizma. Və yaxud da oturacağımız üçbucaq olsa, məsələn, bu prizma üçbucaqlı prizmadır. Üst və alt oturacaqlarımız, yan üzlərimiz 1, 2, 3, 4. Üst, alt oturacaqlarımız adlanır. Bunlar isə yan üzlərimiz adlanır. Prizmada uşaqlar biz bilməliyik nəyi? Düzgün və düz prizma anlayışlarına. Prizmalar iki yerə ayrılır. Düz prizma və mail prizma. Düz prizma nədir? Yan tilləri oturacaq müstəvisi ilə əgər 90 dərəcə əmələ gətirirsə, bu prizmaya düz prizma deyirik. Yox, əgər oturacaq müstəvisi ilə 90 dərəcə başqa bir bucaq əmələ gətirirsə, o zaman buna mail prizma deyirik. Düzgün prizma isə odur ki, oturacağındakı fiquru düzgün çoxbucaqlı olan prizmaya düzgün prizma deyilir. Məsələn, oturacağımızın əgər bu dörtbucaqlı prizmada oturacağımızı kvadrat adlandırsaq, bu prizmaya düzgün dörtbucaqlı prizma deyəcəyik. Əgər oturacağımız bərabər tərəfi üçbucaq olarsa, o zaman bu prizmaya düzgün üçbucaqlı prizma deyirik. Və yadınızdan çıxartmayın ki, düzgün prizmalar həmişə düz prizma olur. Yəni, yan tilləri oturacaq müstəvisi ilə perpendikulyar yerləşir və hündürlük rolunu oynayır yan tilləri. Unutmuruq. Prizmanın bilməliyik elementlərini, yəni nədir bu? Til, təpə, üz, diaqonal və diaqonal kəsik. Danışaq bunlardan. Diaqonal və diaqonal kəsik. Əvvəlcə tillərinin sayından danışaq. Tillərinin sayı 3n düsturu ilə tapılır. Əgər məsələn mənim 10 bucaqlı prizmam varsa və onun tillərinin sayını soruşursa, deməli 30 tili var. Təpələrin sayı 2n düsturu ilə tapılır. 10 bucaqlı prizmanın 20 təpə nöqtəsi var. Üzlərinin sayı həmişə təpə nöqtələrinin sayı, belə deyək də, yəni oturacağındakı müstəvisinin 2 artığı qədər olacaq. 10 bucaqlı prizmanın məsələn 12 üzü olacaq. 2 vahid artıq. Diaqonal. Diaqonala gələk əvvəlcə. Deməli, yuxarıdan hər hansısa bir nöqtə götürürük. Digər nöqtəni aşağı oturacaqdan elə hissədən götürməliyik ki, yan üzün diaqonalını verməsin bizə. Məsəl üçün, tutalım, bu nöqtəni götürdümsə, bu nöqtəni götürsək və bu ikisini birləşdirsək, bu prizmanın diaqonalı yox da yan üzün diaqonalı olar. Və yaxud da bu nöqtəni götürüb bununla birləşdirsək, bu da bizə yan üzün diaqonalını verəcək. Deməli, özünə qonşu olmayan təpə nöqtə kimi götürməliyik. Bu ilə bunu götürmək olar. Birləşdirdim, bu bizə diaqonalı verəcək prizmanın. Və yaxud da başqa birisini götürək. Bu nöqtə ilə bu nöqtəni götürə bilərəm, birləşdirdim. Bax, bu formada diaqonallarını çəkə bilərik. Diaqonalının düsturu isə n vurulsun, n çıx 3 düsturu ilə tapılır. Diaqonal kəsiyi. Bəs diaqonal kəsiyi nədir? Gəlin baxaq. Bir dörtbucaqlı prizma çəkək. Həm yuxarıdan, həm aşağıdan paralel diaqonallar çəkirik. Məsələn, baxın, bir diaqonal və ona paralel olan aşağıdan. Bu müstəvi, baxın, bunları birləşdirdiyim zaman alınan müstəvi, bu müstəvi. Onun diaqonal kəsiyi adlanır, hansı ki, bu yan tərəfdən də çəkə bilərik. Məsələn, baxın, budur, budur. Bunları birləşdirdiyim zaman əmələ gələn, baxın, bu müstəviyə onun diaqonal kəsiyi deyirik və düstur olaraq da belədir. N vurulsun, n çıxılsın, 3 bölünsün, 2 düsturu ilə tapılır. İndi isə düz prizmanın düsturlarından danışaq. Düz prizmanın düsturları. Şəkil çəkək əvvəlcə.
dörd bucaqlı bir prizma olsun. Biz bilməliyik düz prizmanın, daha doğrusu yan səthini, tam səthini və həcmini. İlk əvvəl başlayaq yazaq yan səthini. Yan səthin sahəsini tapmaqdan ötürü oturacağın perimetrini hündürlüyə vururuq. Düz prizm olduğuna görə yan tillər hündürlük rolunu oynayır. Oturacağımızdaki figur artıq hansı figurdursa, ola bilər kvadrat, ola bilər parallelogram, romb, düz bucaqlı və s. hansıdırsa, onun perimetr düsturunu tətbiq edirik və hündürlüyə vururuq. Tam səthin sahəsi. Tam səthin sahəsi isə olacaq S yan üstə gəlinsin 2S oturacaq. S yanımız yuxarıda tapdığımız düsturla oturacaqların ikisi də eyni olduğuna görə onun sahə düsturunu tətbiq edirsiniz. Yəni bu artıq figurdan figura dəyişir. Əgər sənin oturacağın kvadratdırsa onun sahə düsturunu, paralleogramdırsa onun sahə düsturunu və ya düz bucaqlıdırsa onun sahə düsturunu tətbiq edirsən. Həcmimiz isə S oturacaq vurulsun H düsturu ilə tapılır. Bu bizim düz prizmamızın düsturları. İndi isə prizmanın bir növü olan paralelipipetə baxaq. Bütün üzləri parallelogram olan prizmaya paralelipipet deyilir. Və paralelipipetində növü var. Düz bucaqlı paralelipipet. Hansı ki imtahanlara çox düşür uşaqlar. Düz bucaqlı paralelipipet. Bütün üzləri düz bucaqlı olan paralelipipetə düz bucaqlı paralelipipet deyilir. Və düz bucaqlı paralelpipetin gəlin düsturlarını yazaq. S yan bərabərdir. Gəlin buna A, buna B, yan tilə də C verək. Və ABC bu paralelpipetin xətti ölçüləridir. Buradanca qeyd eləyək. Xətti ölçülər. Yan səthimizin sahəsi 2C vurulsun A topla B'dir. Bu düstur yuxarıda yazdığımız P oturacaq vurulsun H düsturundan çıxıb əslində hündürlük rolunu S oynuyor. Perimetrimizdə oturacağın 2A üstə gəl 2B'dir. Oradan əmələ gəlib. Tam səthin sahəsi də 2 vurulsun AB üstə gəl AC üstə gəl BC düsturu ilə tapılır. Bu da həmçinin yuxarıdakı S yan üstə gəl 2S oturacaq düsturu ilə tapılıb. Həcmimiz isə A vur, B vur, C düsturu ilə tapılır. Bir də diagonal düsturumuz var. Baxın, diagonalını çəkirəm. Bu bizim diagonalımızdır. Diagonalımızın kvadratı bərabərdir. A kvadratı üstə gəl, B kvadratı üstə gəl, C kvadratı. Və ya yalnız diagonalı tapmaq istəyiriksə, onu kök altına salıb tapa bilərik. Diagonalı tapmaqdan ötürü, baxın, buradan belə bir düz bucaqlı üç bucaq qururuq. Bura C rolunu oynayır. Bu, oturacaqdakı düz bucaqlının diagonalıdır. Kök altında A-nın kvadratı üstə gəl, B-nin kvadratına bərabərdir. Bunların kvadratlarının cəmi düz bucaqlı üç bucağa görə diagonalın kvadratını verir. Düz bucaqlı paralelipipetdən sonra gəlin danışaq kubdan. Kub paralelpipetin xüsusi növüdür, hansı ki bütün üzləri kvadrat olan düz bucaqlı paralelpipetdir. 6 ədəd kvadratın birləşməsindən əmələ gəlib. Bütün tilləri A-dır. S yan. Yan üzündə 4 kvadrat olduğuna görə sahəsi olacaq 4A kvadratı. S tam. Bütöv 6 kvadratdan ibarət olduğuna görə tam səthin sahəsi olacaq 6A kvadratı. Həcm A vur, B vur, C-də hamısının yerinə A qoysaq, A kubuna bərabərdir. Diagonalımız A kökdə 3-dür. Bir də diagonal kəsiyinin sahəsi var. Gəlin diagonal kəsiyini çəkək. Baxın, bu diagonal kəsiyidir. Və bu diagonal kəsiyimizin sahəsi oturacağın diagonalı A kök 2, yan tilimiz də A-dır. O zaman diagonal kəsiyin düsturu da olacaq. S diagonal kəsik bərabərdir. A kvadratı kök altında 2. Bir üzün diagonalından danışsa əgər, o zaman bir üzümüz hansı figurdur uşaqlar? Bir üzümüz kvadrat olduğuna görə bir üzün diagonalı A kökdə 2 olacaq. Onu da yadınızda saxlayın. Bir üzün diagonalı D bərabərdir A kökdə 2-yə. Bu kubun diagonalı deyil, bir üzünün, yəni kvadratın diagonalıdır. İmtahanda bu ilə əlaqəli olaraq suallar qarşınıza çıxa bilər. İndi isə keçirik piramidaya. Piramida nədir bəs? Piramida
Oturacağı ixtiyari çoxbucaqlı, yan üzləri ortaq təpəli çoxbucaqlı, üçbucaq olan fəza fiquruna deyilir. Bir də deyirəm, oturacağı ixtiyari çoxbucaqlı, yan üzləri isə ortaq təpəli üçbucaqlardan ibarət olan fəza fiqurudur və yaxud da çoxüzlüdür deyə bilərik. Və piramidada prizma kimi oturacağındakı fiqura görə adlanır. Bu, dördbucaqlı piramidadır məsələn. Oturacağımız üçbucaq olsa üçbucaqlı piramida adlanacaq. A, B, C, D, K. B, C, D, K oturacaqdır. A, B, C'dir, A, C, D'dir, A, D, K'dır, A, B, K'dır. Bunlar isə yan üzlərimizdir. Piramidada uşaqlar düzgün piramida anlayışı var. Hansı ki o da nədir? Düzgün piramida oturacağındakı fiquru düzgün çoxbucaqlı olan piramidadır. Və piramidanın da til, təpə, üz, diagonal və diagonal kəsiyi. Diagonalımız yoxdur burada çünki üçbucaqlardan ibarət olduğuna görə onu eləmək əmələ gəlmir. Üz və diagonal kəsik. Diagonal kəsik isə oturacağımız dördbucaqlı olsa və ondan artıq böyük çoxbucaqlar olsa diagonal kəsik çəkmək mümkündür. Tillərimizin sayı 2n'dir. Təpələrimiz və üzlərimizin sayı n topla 1'dir. Diagonal kəsimizin sayı isə digərində olduğu kimi eyni düsturdan istifadə olunur. Məsələn, 7 bucaqlı piramida. 7 bucaqlı piramidanın 14 tili var. 8 üzü, 8 təpəsi və 7 vur 4 böl 2. Yəni 14 diagonal kəsiyi var. Diagonal kəsiyini çəkim göstərim. Oturacağın diagonalını çəkirsiniz və onu üçbucağın tamamlayırsınız. Bax, bu bizim diagonal kəsiyimizdir. İndi piramidanın düsturlarından danışaq. Əvvəlcə piramida çəkək. Bu bizim 4 bucaqlı piramidamız olsun. 3 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı və s. onu da çəkə bilərsiniz. S-yan, S-tan və həcm. Deməli, yan səttimizin sahəsi 2'də 1, P oturacaq vurulsun H-dır. Lakin bu H normal üçbucaq təpəsindən bu oturacaq müstəvisinə çəkilən hündürlük deyil. Bu H apofem H-ıdır. Hansı ki yan üzün, yəni üçbucağın hündürlüyünə bərabərdir. H apofem qeyd eləmək olar. Deməli, apofem nədir? Piramidanın yan üzü olan üçbucağın hündürlüyüdür və yan sətin sahəsində biz o hündürlükdən istifadə eləyirik. S-tan bərabərdir. S-yan üstə gəlinsin. Bir dənə oturacağımız olduğuna görə S oturacaq. V isə bərabərdir. 3'də 1 S oturacaq vurulsun H. Buradakı H isə apofem H-ı yox, təpə nöqtədən oturacaq müstəvisinə endirilən hündürlüyə bərabərdir. Deməli, uşaqlar, sizə bu hündürlük, apofem və hündürlük yan til arasında bir əlaqə var. Onu göstərim. Yenidən bir şəkil çəkək. Biraz daha böyük çəkək. Deməli, hündürlüyümüzü qeyd eləyək. Bu, oturacaq müstəvisinə çəkilən hündürlük. Bu, apofem. H apofem. Hündürlüklə apofemi birləşdirən oturacaqdakı fiqurun daxilinə çəkilmiş çevrənin radiusudur. Yəni kiçik r-dir. Düsturu belə yaza bilərik deməli. Böyük H-ın kvadratı üstə gəlinsin. Kiçik r-in kvadratı bərabərdir H apofemin kvadratına. Oturacağımızdakı fiqur kvadrattırsa onun radiusu, 3 bucaqdırsa onun radiusu, 5 bucaqlı, 4 bucaqlı, artıq hansı fiqurdursa onun radius düsturunu tətbiq eləyərək tapırıq. Yan tili də L hərfi ilə işarə eləyək. Hündürlüklə. Yan tili birləşdirən isə oturacağındakı fiqurun xaricə çəkilmiş çevrəsinin radiusudur. O zaman düsturda belə olacaq. H kvadratı üstə gəlinsin. Böyük R kvadratı bərabərdir L kvadratına, yəni yan tilin kvadratına. Bir də vurğulayıram uşaqlar. Deməli, piramidanın hündürlüyü ilə apofemi əlaqələndirən daxilə çəkilmiş çevrənin radiusudur, kiçik r-dir. Hündürlüklə deməli, yan tili əlaqələndirən isə xaricə çəkilmiş çevrənin radiusudur və bu düsturlarla tapılacaq. Daha sonra danışaq, bir xüsusi qeyd verək. Qeydimiz belədir. Əgər üçbucaqlı piramida verilib, tillərinin ona
cüt-cüt, yəni bir-birinə cüt-cüt perpendikulyar olduğunu vurğulasam, onun həcmi və yan səthinin sahəsinin xüsusi bir düsturu var, hansı ki o düsturdan istifadə eləyərək tapa bilərsiniz. A, B, C. Bunlar da yan tillərdir. A vur, B vur, C bölünsün 6. Həcmimiz bu düsturla tapılır. Yan səthin sahəsi isə 2-də 1 vurulsun AB, AC, BC düsturu ilə tapılacaq. İndi isə danışaq tetraedrdən. Tetraedr. Tetraedr piramidanın xüsusi növü olub, bütün üzləri bərabər tərəfli üçbucaq olan piramidadır. Bütün üzləri bərabər tərəfli üçbucaqdır. O zaman S yan bərabərdir. Yan səthimizdə 3 dənə bərabər tərəfli üçbucaq olduğuna görə 3 vurulsun. Birinin sahəsi nədir? A kvadratı kök 3 böl 4. S tam bərabərdir. 4 dənə bərabər tərəfli üçbucaq olduğuna görə 4 vurulsun. A-nın kvadratı kök 3 bölünsün 4. 4'lərimiz ixtisar gedir və qalır A kvadratı kök 3. Həcmimiz A kubu kök altında 2 bölünsün 12 düsturu ilə tapılır. Əgər həcmi əzbər yadınızda saxlaya bilmirsinizsə uşaqlar, piramidanın düsturunu yadınızda saxlayırsınız. Yəni 3'də 1 S oturacaq vurulsun H. S oturacağımız nədir? Bərabər tərəfli üçbucaq. S oturacaq. Bərabər tərəfli üçbucağın sahə düsturu A kvadratı kök 3 böl 4. Hündürlüyü tapmaq üçün uşaqlar siz buradan hündürlük indirəcəksiniz. Biz bilirik ki, bura nədir? Hündürlüklə yan tili birləşdirən, xaricə çəkimi çevirən radiusu. Bərabər tərəfli üçbucağın da xaricə çəkimi çevirən radiusu nədir? A kök 3 bölünsün 3. Elimiz nədir? A-dır. Hündürlüyü tapmaqdan ötürü bunun kvadratından, yəni A-nın kvadratından bunun kvadratını çıxırıq. Oradan hündürlüyü də tapa bilirik, əlaqələndirərək, yəni tapmaq mümkündür. Hündürlükdür, yəni kiçik yerdir, böyük yerdir. Bunları oradan əlaqələndirərək tapmaq mümkün olacaq. Tetraedrdən sonra isə gəlin danışaq kəsik piramidadan. Kəsik piramidalar daha çox buraxılış imtahanlarına düşməsə də, blok imtahanlarında rastlaşacağımız bir hissədir. Bir piramida çəkək ilk növbədə və bu piramidanı hər hansısa bir hissəsindən bir müstəvi ilə kəsək. Məsələn, baxın buradan. Kəsdiyim zaman uşaqlar, geriyə qalan, baxın, aşağı hissə bizə kəsik piramidanı verir. Oturacaqları dördbucaqlılardır, yan üzləri isə trapesiyadır. Və kəsik piramida çəkildiyi zaman, yəni bax, hər hansısa bir müstəvi kəsiyi ilə kəsildiyi zaman burada 2 piramida var və onlar bir-biri ilə də oxşardır. Yadınızda saxlayın, bu kəsik konusda da burada da olduğu mümkündür. Kəsik piramidada, kəsik konusda da müstəvi ilə kəsildiyi zaman yuxarıda bir, aşağı bütöv isə bir piramida əmələ gəlir və onlar bir-biri ilə oxşar olur. Oxşar olduqlarına görə də onların hündürlüklərini, onların oturacağının tərəflərini, sahələrini bir-biri ilə əlaqələndirmək olur. Yadınızda saxlayın ki, kəsik piramidada, yəni kəsik piramida deməyək də müstəvi ilə kəsdiyim zaman piramidanı, onların sahələrinin nisbəti hündürlüklərinin, ola bilər tərəflərinin, ola bilər oturacağının radiuslarının və s. onların kvadratına bərabərdir. S1 dediyimiz yuxarı piramidadır, S2 dediyimiz aşağıdakı piramidadır. H1 buradan bura qədər olan hündürlük, H2 aşağıya qədər olan hündürlük. Yəni onları deyim ki, nəzərinizdə düzgün yadda qalsın. Həcmlərin nisbəti isə V1 bölünsün V2, H1 bölünsün H2-nin kubudur və yaxud da A1 böl ya da radius varsa radiusun kubuna bərabərdir. Deməli, necə oldu? Bir piramida müstəvi ilə kəsildiyi zaman 2 oxşar piramida əmələ gəlir və bu oxşar piramidaların bir-birləri ilə mütənasib olur deyək də. Oxşar piramidaların sahələrin nisbəti və həcmlərin nisbətindən danışdığı zaman sahələrin nisbəti, hündürlüklərin nisbətinin, tərəfləri, radiusların nisbətinin kvadratı, həcmlərin nisbəti isə kubuna bərabərdir. Kəsik piramidanın da uşaqlar gəlin şəklini çəkək və onun düsturlarını da qeyd eləyək. Məsəl üçün 2 dənə 4 bucaqlı çəkirik və onları birləşdiririk. Bu bizim kəsik piramidamız və kəsik piramidanın yan, tam və həcm tapaq.
2'də 1 vurulsun P1 topla P2 vurulsun H. Bu H yenə yan üzdəki H-a bərabərdir. P1 yuxarıdır, P2 aşağıdır. H da yan üzündəki trapeziyanın hündürlüyü olaraq qeyd edə bilərsiniz. Tam səthin sahəsində isə S1 üstəgəl S2 üstəgəlinsin S yan. Yuxarının sahəsi, aşağının sahəsi və yan səthin sahəsi. Həcmimiz bərabərdir. 3'də 1 aç mötərizə. S1 üstəgəlinsin. Kök altında S1 vur S2 üstəgəlinsin. S2 vurulsun H. Bu bizim həcmimizdir. Daha sonra belə əlaqələndirmək olar. Bu yuxarıdan aşağıya endirilən hündürlükdür. Hündürlüklə yan tili əlaqələndirən yenə uşaqlar erlərdir. Məsəl üçün böyük erlərdə böyük R1, R2 bura yan til. Hündürlüklə yan üzün hündürlüyünü birləşdirən isə oturacağındakı fiqurun daxilinə çəkilmiş çevrənin radiuslarıdır. Oynanda, yəni biz trapeziyaları quraraq əlaqələndirib tapa bilərik. Çox üzrə mövzumuz bu qədər. Sağ olun.